Herkese salam. Mən bugün OTK-nın 3-cü qruplar üçün keçirdiyi dünənki sınaq imtahanının Azərbaycan dili fənnindən sualların izahını verəcəm. Birinci sualdan başlayaq. Cümləyə uyğun sxem hansıdır? Durğu şərləri məqsədli şəkildə buraxılmışdır. Keçmə bunların ədəbazlığından deyə Hüseyin kişi düşündü və gözünü xəstənin üzündən çəkib həkimə baxdı. Belə suallarda ümumiyyətlə əgər durğu şərlərini tapmaqda çətinlik çəkirsinizsə, əvvəlcə siz burada vasitəsiz nitq və müəllifin sözlərini müəyyənləşdirin. Deməli, bu cümlədə mən görürəm ki, burada nitq keçmə bunların ədəbazlığından burasıdır. Yəni, qalan hissə isə deyə Hüseyin kişi düşündü və gözünü xəstənin üzündən çəkib həkimə baxdı. Görürsünüz ki, burada bir nitq yoxdur. Deməli, burada bizim sxemimiz birinci V olacaq, ikinci də M olacaq. Yəni, iki mərhələli bir şey olacaq. Və belə götürəndə də cavabımız elə bizim çıxır, yəni C variantı. Yəni, əgər görürsünüz ki, burada siz durğu işarələrini tapmaqda çətinlik çəkirsinizsə, yəni bu üsulla gedə bilərsiniz. Qaldı ki, durğu işarəsi burada belə olacaq. Yəni, vasitəsiz nitq hər zaman dırnaq içərisində olur. Yəni, keçmə bunların ədəbazlığından bu dırnaq içərisində olacaq. Digəri isə artıq D-dən də əvvəl vergül və tire qoyacağam. Və salam. İkinci sual. Fərqləndirilmiş sözlərin leksik mənaları ilə bağlı uyğunluğu müəyyən edin. Kupedə uzanıb gələcək işlərimin planını cızırdım. Deməli, burada kupe dedikdə, kupe artıq vaqonlarda olur. Yəni, ona görə B variantı olacaq. Burada vaqonlarda bir necə sərnişin üçün ayrıca bölmə, otaq. Deməli, 1-ə gedəcək B. Bu cəhətdən A və B gedir. Kayutda oturub başına gələn hadisələri dəftərçəsinə qeyd edirdi. Kayut da gəmidə olur, yəni C variantı olacaq. Gəmilərdə sərnişinlər və ya komanda heyətinə mənsub şəxslər üçün ayrıca otaq. 2C, deməli, cavabımız olacaq bizim burada Y variantı. Davam edək. Tərsanəyə xaricdən yeni avadanlıqlar gətirilmişdi. Tərsanədə olacaq Y variantı, gəmi düzəldilən və təmir olunan yer. Yəni, cavabımız olacaq Y. Hansı tabeli mürəkkəb cümlənin tərkib hissələri bağlayıcı sözlə əlaqələnmişdir? Bağlayıcı söz nədir? Yəni, sual əvəzlikləri. Və qeyd edeyim ki, bağlayıcı söz olduqda birinci budaq, ikinci isə baş cümlə olur. Kimi gülür, kimi ağlayır. Deməli, buradakı kimi sözü, yəni bağlayıcı söz funksiyası daşımır. Buradakı kimi sözü sadəcə olaraq qeyri-müəyyən əvəzlikdir. Yəni, burada tabeli mürəkkəb cümlə deyil. Harada aşdır, orada başdır. Bəli, burada görürsünüz ki, harada bağlayıcı sözdür. Digər cümlədə də orada, harada bağlayıcı sözünün nəyidir? Qarşılığıdır. Yəni, qarşılıq söz kimi işlənmişdir. Bəli, cavabımız olacaq burada B variantı. Digər variantlara da baxaq. Oğlanın ovda olduğunu onda inanaram ki, ardınca gedəsən. Burada deməli ki bağlayıcısı var. Ki bağlayıcısı olduğuna görə artıq bu baş cümlə birincidir, budaq cümlə ikincidir. Ona görə bu olmayacaq. D variantında danışanda elə danış ki, yəni burada da yenə də ki var, ona görə baş budaq. Y variantında mən bunu düşünürdüm ki, birdən-birə Aliyyənin səsi qulağımda cingildədi. Burada da eyni ilə ki bağlayıcısı olduğuna görə baş birinci olacaq, budaq ikinci olacaq. Dördüncü sual. Cümlələr əsasında cədvəldəki doğru fikirləri müəyyən edin. Deməli, içəri girər-girməz otağın qapısı çəkilib bağlandı və qıfıllandı. İpi yaylığa bağlayıb, ipin digər ucu dişində divara dırmaşdı. Deməli, bizə belə bir cədvəl verilib, hər iki cümləyə aiddir, ya da cümlələrdən yalnız birinə aiddir. Deməli, bir də deyir ki, yalnız qrammatik mənası olan nitq hissəsi işlənib. Yəni, köməkçilik hissəsindən gedir söhbət. Görə indi bu hər ikisindədir, yoxsa yalnız birindədir. Birinci cümlədə içəri girər-girməz otağın qapısı çəkilib bağlandı və, bəli, burada və bağlayıcısı var. İkinci cümlədə isə ipi yaylığa bağlayıb, ipin digər ucu dişində divara dırmaşdı. Xeyr, görürsünüz ki, yalnız bir cümlədə bağlayıcı var. Yəni, bir cümlədə köməkçilik hissəsi var. Ona görə də bir yanlışdır. Bir yanlışdırsa D variantı və C variantını mən atıram. 2-yə baxaq. Feili birləşmə vardır. Feili birləşmə nədir? Məsdər, feil sifət və yaxud da feili bağlama tərkibi. Baxıram ki, içəri girər-girməz. Burada bir feili bağlama tərkibim var. İkinci cümlədə isə ipi yaylığa bağlayıb. Yəni, burada bir dənə də var. Hətta birincidə yenə də var. Bəli. Otağın qapısı çəkilib bağlandı. Görürsünüz ki, burada da var. Yəni, ona görə də 2 doğrudur. Yəni, hər iki cümlədə var. Ona görə də yeni də atıram mən. Davam edək. Üçüncü cümlədə deyir ki, altından xətt çəkilmiş məlum növdə olan feillər keçmiş zamandadır. Altından xətt çəkilmiş feilimiz deməli bir burada qıfıllandıdır, bir də burada dırmaşdıdır. Baxaq görək burada məlum növdədirmi? Xeyr, dırmaşdı, bəli, məlum növdür. Çünki orada digər növ şəkilsi yoxdur. Ancaq qıfıllandı məlum yox, məchul növdür. Çünki orada qıfıl, qıfılla, qıfıllanı, yəni növ şəkilsi var. Həm də başqası tərəfindən qıfıllanır. Ona görə də o olacaq məchul növ. Yəni 3 yanlışdır. Deməli B də gedirsə cavabımız artıq A variantı olur. Biz davam edək. Cümlələrdən yalnız birinə aiddir. İndi ona baxacağıq. Məchul növdə olan 3 feil vardır. Gəlin baxaq, ümumiyyətlə feillər burada hansılardır? Birinci cümlədə deməli, məchul növdə olan feil çəkilib,
bağlandı və qıfıllandı. Bəli, burada artıq 3 dənə məchul növdə olan feil var. Amma ikinci cümləyə də baxaq ki, görək bu həqiqətən də birinə mi aiddir? İkinci cümlədə ipi yaylığa bağlayıb məlum növdür, çünki növ şəkilsi yoxdur. İpin digər ucu dişində divara dırmaşdı. Burada da məlum növ yoxdur. Daha doğrusu məchul növ yoxdur. Deməli 4 həqiqətən də cümlələrdən yalnız birinə aiddir. Yəni cavabımız elə A variantı çıxır. Davam edək biz. 5-cidə deyir ki, hal şəkilçili və mənsubə şəkilçili isimlər işlənib. Yəni yalnız birində. Görürsüz ki, burada hal şəkilçili və mənsubə şəkilçili isimlər deyir. Yəni gəlin baxaq görək harda var belə bir şey. İçəri girər girməz otağın qapısı. Görürsüz ki, otağın sözündə yalnız mənsub, yəni daha doğrusu hal var. Mənsubət yoxdur. Otağın qapısı, qapısında da yalnız mənsubət var, hal yoxdur. Ardında da heç nə yoxdur. İkinci cümlədə isə ipi yaylığa sadəcə hal var. Bağlayıb ipin sadəcə haldır, digər ucu mənsubiyyətdir. Dişində, bir dənə burada dişində sözü var ki, həm mənsubiyyət var, həm hal var. Yəni elə bil ki, digər ucu dişində, onun dişi, yəni i mənsubiyyət də burada yerlik aldım. Ancaq biz bunu səhv götürürük. Nəyə görə? Çünki burada isimlər deyir. Yəni amma burada isə yəni bir dənə sözdür, yəni bir dənə isimdir. Ona görə də yəni isimlər dediyinə görə bu fikir ümumiyyətlə yanlışdır. 6-cıda isə iki nitq hissəsinin xüsusiyyətini daşıyan söz işlənib. Bu o deməkdir ki, yəni ya məstər, ya feil sifət, ya feili bağlama. Buradakı hər iki cümləyə gedəcək. Çünki girər-girməz feili bağlamadır. İkincide də ki, yaylığa bağlayıb, yəni ona görə də bu ortaya getməlidir. Daha doğrusu, yəni hər ikisinə getməlidir. Ona görə də cavabımız olacaq 2, 4. 5. Feili birləşmə ilə ifadə olunan ikinci dərəcəli cümlə üzvünün işləndiyi nümunələri. Yenə də qeyd edirəm, feili birləşmələr nədir? Məstər, feili sifət, feili bağlama tərkibləri. Deməli, oğlunun yolunu gözləyən ana qonşuları da çağırmışdım. Nə etmişdi? Çağırmışdı. Kim? Ana. Hansı ana? Oğlunun yolunu gözləyən. Görürsünüz ki, oğlunun yolunu gözləyən. Yəni, feili sifət tərkibi var burada və ikinci dərəcəli üzv olub, yəni təyin olub. Deməli, biri götürəcəm. O cəhətdən B, C və D gedir. 2-yə baxaq. Maralın soyuq daşlara fışqıran isti südü gözlərimi tutdu. Nə etdi? Tutdu. Nə tutdu? Maralın soyuq daşlara fışqıran isti südü. Görürsünüz ki, burada əslində daşlara fışqıran feili sifət tərkibi var. Ancaq feili sifət tərkibi burada ismi birləşmənin içində gedib. Ona görə də bu ayrıca bir cümlə üzvü kimi göstərmir özünü. Yəni maralın südü kimi. Ona görə də 2-ni götürməyəcəyik. O cəhətdən Y-də gedir. Cavabımız olur A variantı. 3-ə də baxaq. Küknar Salavinin adamlar üçün qoyduğu işarə idi. Nə idi? İşarə idi. Nə? Küknar. Küknar hansı işarə idi? Necə işarə idi? Salavinin adamlar üçün qoyduğu. Görürsünüz ki, burada feili sifət tərkibi olub, təyin. Yəni bunu götürəcəyik. 4-ə baxaq. Roman epik növün ən əhatəli və çox şəxəli janrıdır. Burada ümumiyyətlə feili birləşmə yoxdur. 5-dəki Tomun köynəyinin quru olub-olmadığını düşünmək ona xoş gəlirdi. Deməli, buradan var feili birləşmə, amma görək bu necə olub. Nə edirdi? Xoş gəlirdi. Nə xoş gəlirdi? Tomun köynəyinin quru olmadığını düşünmək. Görürsünüz ki, burada feili birləşmə məstər tərkibi ilə ifadə olunub, ancaq bu ikinci dərəcəli üzv yox, baş üzv yerində çıxış edib, ona görə bunu götürməyəcəyik. 6-cı sual. Hansı nümunədə yanaşı işlənmiş isimlər yiyəlik haldadır? Gəlin biz ümumiyyətlə burada yiyəlik halı tapaq əvvəlcə, sonra baxaq görək, burada isimdirmi, yoxsa yox. Piştaxtaya düzülən əşyalar səliqəli idi. Bu cümlədə ümumiyyətlə yiyəlik halı yoxdur. Piştaxtaya var, o da yönlük haldır. Əşyalarda adlıq haldır. Ona görə də A-nı çıxıram. B-yə baxaq. Pambıq yığımı zamanı itkiyə yol verilməməlidir. Deməli, burada elə cavabımız bu olacaq. Çünki burada pambıq yığımı. Görürsünüz ki, pambıq da isimdir, yığımı da isimdir, yanaşı gəlib. Yəni, bu əslində pambığın yığımının zamanı. Görürsünüz ki, pambıq hər ikisi, həm pambıq, həm yığımı sözü qeyri-müəyyən yiyəlik halda işlənmişdir. Yəni, pambığın yığımının zamanı. Ona görə cavabımız olacaq B variantı. Biz digər variantlarda baxaq. Şəkər gülüşündən canlar təzəli. Görürsünüz ki, burada şəkər isimdir, ancaq burada yəni yiyəlik hal deyil, yəni sənin şəkər gülüşündən. Yəni burada gülüşündən də çıxışlı haldır, canlar da adlı haldır, yəni burada ümumiyyətlə yoxdur. D variantı, havaların soyması bizi narahat edirdi. Burada havaların yiyəlik haldır, ancaq soyması həm isim deyil, həm də yiyəlik halda deyil, ona görə D-də gedir. Füsunkar bir gözəllik ruhunu oxşadı. Burada da sadəcə olaraq ruhunu var, burada təsirlik haldadır. Gözəllik də adlı haldadır, yəni burada ümumiyyətlə yiyəlik hal yoxdur. 7-ci sual. Cümlələrin birində zərfin bütün məna növlərinə aid nümunə işlənmişdir. Baxaq, tələsmədən ayağa qalxıb, görürsünüz ki, tələsmədən var burada, bu feili bağlamadır, yəni bunu götürmürük. Ayağa qalxıb dünən var, deməli zaman zərfi, aldığı kitabdakı hekayə haqqında xeyli danışdı. Bir dənə də miqdar zərfi var, yəni qalanları yoxdur. B-yə baxaq, indi haraya gedəcəyini, baxın, indi var, zaman var.
Haraya gedəcəyini, harayanı götürmürük. Gedəcəyini üz-üzə dayanıb tərzi var. Dayanıb söhbət elədiyi adamdan dəfələri miqdar var. Deməli, burada nə yoxdur? Burada yer yoxdur. B deyil. C-yə baxaq. Bəzən gözlənilmədən, bəzən var zaman. Gözlənilmədən feili bağlamada götürmürük onu. Şəhərin işıqları sönür, maşınlar, tramvaylar belə işıqsız işləyirdi. Ümumiyyətlə, burada ardında bir zərf görmürəm mən. Deməli, C-ndə çıxırıq. D-yə baxaq. İndi irəli çıxıb, bəli, indi var zaman, irəli yer, çıxıb az-maz bildiyi miqdar, dərsi bir təhər, bu da tərs. Görürsünüz ki, burada hamısı işlənib. Ona görə cavabımız olacaq D variantı. Y-yə də baxaq. Əvvəlcə onun çatma qaşları, əvvəlcə zaman, onun çatma qaşları, sonra yenə zaman. Kimisə xatırladan tanış səsi müəllimin ikisindədir. Bəli, başqa bir şey yoxdur. Ona görə cavabımız olacaq burada D variantı. 8-ci sual. El bir olsa dağ oynadar yerindən nümunəsində baş cümlədəki xəbərin ifadə vasitəsi olan sözlə bağlıdır. Deməli, bu cümləmizdə baş və budağın yerini müəyyənləşdirək. Əgər sağsə, varsa, artıq bizdə budaq birinci olacaq, baş ikinci olacaq. Yəni, bizim baş cümləmiz bu tərəfdir və burada nə istəyir bizdən? Xəbərdən gedir söhbət. Dağ oynadar yerindən, yəni dağı yerindən oynadar. Yəni, bizim burada xəbərimiz oynadardır. Deməli, bununla bağlı baxaq görək nə istəyir bizdən. Deyir ki, 2 leksi şəkilçisi var. Deməli, burada bizim sözümüzün kökü oyna, oynat, ar. Görürsünüz ki, burada d, t halına keçib. 2 leksi şəkilçisi var. Xeyr, bu yanlışdır. Deməli, biri götürməyəcəyik. O cəhətdən B və C gedir. 2-yə baxaq. Məlum növdədir? Bəli. Çünki heç bir növ şəkilçisi yoxdur burada. Buradakı t şəkilçisi icbar növdə deyil. Yəni, icbar növ odur ki, üçüncü bir şəxsə gördürürsən. Burada isə yəni elin özü oynadır bunu. Yəni, məlum növdür bu. Ona görə də 2 düzdür. İsimdən düzəlmişdir. Xeyr, oynamaq feilindən düzəlib. Ona görə 3 də səhvdir. 4-ə baxaq, xəbər şəklindədir. Bəli, xəbər şəkli odur ki, zaman şəkilçisi varsa xəbərdir. Bu da qeyri-qəti gələcək zamandadır. Ona görə də xəbər şəklindədir. 2, 4. Yəni, cavabımız olacaq D variantı. 5-dəki şəxs sonluğu qəbul edib. Xeyr, burada şəxs sonluğu yoxdur. Sadəcə olaraq T leksi şəkilçisi var və R qeyri-qəti gələcək zaman şəkilçisi var. Ona görə də cavab D. 9-cu sual. Kökü amonim olan düzəltmə isim işlənmiş nümunəni müəyyən edin. Görürsünüz ki, burada yenə də iki şey birdən istəyirsiniz. Düzəltmə ismi taparaq başlayın, daha sonra kökünə baxarıq. Xəbər alsam muğanından milimdən, Nazlı Bakım o neft qoxan gülümdən. Burada ümumiyyətlə baxıram ki, düzəltmə bir isim yoxdur. Nazlı Bakım burada da yoxdur. Yəni, sadəcə Nazlı var, o da sifətdir. Ona görə A deyil. B variantı xəbər alsam muğamdan milindən, bu elə eyni variant, ona görə bu da gedir. C-yə baxaq. Gedərkən Turana çıxdın qarşıma, burada düzəltmə isim yoxdur. Kölgən dövlət quşu qondu başıma, burada da düzəltmə isim yoxdur, ona görə C-də getdim. D-yə baxaq. Könlümün sevgili məhbubu mənim, vətənimdir, vətənimdir, vətənim. Burada ümumiyyətlə düzəltmə söz daha doğrusu sevgilidir. Ancaq sevgili burada sevgili isim kimi də ola bilər, sifət kimi də ola bilər. Əgər sevgilim bir şəxsdirsə, bir insandırsa, o zaman isim olur. Amma burada yəni könlümün sevgili məhbubu, yəni necə məhbubu? Yəni burada sifət kimi işlənmişdir. Ona görə də D-ni götürmürük. Həm bu isim olsa da belə yenə də kökü amonim deyil bunun. Yəni sev amonim söz deyil. Ona görə Y-yə baxaq. Bağçamıza gəldi bahar. Bəli, burada bağçamız var. Bağçamız düzəltmə isimdir. Sözün kökü də bağ ismidir. Bağ da bəli amonim kimi işlənir. Deməli cavabımız olacaq Y variantı. 10-cu sual. Cümlələrdə fərqləndirilmiş hissə əsasında ardıcılığı müəyyən edin. Dünənki hadisə hamını narahat edirdi. Dünənki hadisə hansı hadisə? Biz bilirik ki, ki əgər zaman zərflərinə qoşulursa, o sifət sayılır və hansı sualına cavab verir. Deməli, bu olacaq 4. 4 ilə başlayacağıq. O cəhətdən A, B və C gedir. İnanırıq ki, siz bu işin öhdəsindən yetərincə gələcəksiniz. Bəli, burada artıq olacaq. İnanırıq ki, bağlayıcı. Deməli, 4, 1. Yəni, cavabımız D olacaq. Mən ki, səndən ayrılmazdım. Olacaq qüvvətləndirici ədat. O birinciliyə layiq deyil ki, bəli, sual cümlələrinin sonunda gələn ki də olur, sual ədatı, yəni 4, 1, 2, 3. 11. Yanlış fikirləri müəyyən edin. Bəri sözü həm əsas, həm də köməkçi hissəsi kimi işlənə bilir. Bəli, bu doğrudur. Bəri həm qoşma kimi işlənir, dünəndən bəri, yəni məsafə qoşması kimi, həm də bəri gəlir, yəni yer zərfi kimi işlənir. Deməli, 1 doğrudur, C və D gedir. Alın sözü tərkibinə görə 3 cür təhlil oluna bilir. Bəli, bu doğrudur. Alın bir var, insanın alını kimi, onda olacaq bütöv kök. Alın bir var, bir şey alın. Yəni, feilin əmr şəkli kimi ola bilər. O zaman kök və daha sonra qrammatik şəkilçi. Bir də var alınmaq kimi, yəni feilin məhsul növü və yaxud da qayıdış növü kimi. O zaman kök və leksi şəkilçi kimi olacaq. Yəni, doğrudur. 2-ni götürməyəcəyik. Deməli, A və Y gedində cavabımız B qalır. Biz davam edək.
Bu işarə əvəzliyi hallanır, mənsubətə görə dəyişir. Hallanması doğrudur. Buna, bunda, bundan və s. Amma mənsubətə görə dəyişmir. Ona görə 3 səhvdir. 4-ə baxaq. Çox sayından sonra gələn isim həm təkdə, həm də cəmdə işlənə bilir. Bəli, bu doğrudur. Çoxdan sonra tək də versək düzdür, cəmdə versək düzdür. 4 yəni doğrudur götürmürük. Bumbuz sözü çoxaltma dərəcəsində olan sifətdir. Xeyr. Bumbuz adi dərəcədə olan sifətdir. Çünki buradakı buz isim olduğuna görə biz bunu yəni həmin m, p-rısı bitişdiriciləri sifətə qoşulmalıdır ki, biz onu dərəcə kateqoriyasına salaq. Yəni burada sifətə qoşulmadığına görə biz bunu adi dərəcə olan sifət sayacağıq. Yəni 3, 5. 12. Nümunə ilə bağlı yanlış fikri müəyyən edin. Köməkçi hissəsi mürəkkəb cümlənin tərkib hissələrini birləşdirmişdir. Mürəkkəb cümlələr deməli tabesiz və yaxud da tabeli ola bilər. Baxaq görək burada köməkçi hissəmiz hansıdır? Demirəm sən uca bir dağsan, əyil, demirəm qalıbdır əl acım sənə, nə səndə məhəbbət, qara pul deyil, nə mən dilənçiyəm, əl açım sənə. Deməli, burada bizim köməkçi hissəmiz nə bağlayıcı işlənib. Burada əslində bir dənə də köməkçi hissəsi var. Bir, amma bir yəni heç nəyə bir-birinə bağlamır. Ona görə də ona baxmıram. Nə səndə məhəbbət, qara pul deyil. Yəni, pul deyil, nə? Məhəbbət. Görürsünüz ki, yəni burada bu ayrı cümlə, ayrı mübtədası xəbəri olan cümlə. İkinci cümləyə baxaq. Nə mən dilənçiyəm. Görürsünüz, dilənçiyəm ki, mən 2 dənə ayrı-ayrı mübtəda xəbərim olan mürəkkəb cümlədir və bəli, o tabesiz mürəkkəb cümlədir. Çünki cümlələr arasında asıllıq yoxdur, bərabər hüquqlu cümlələrdir və bəli, köməkçi hissəsi bu cümlələri bir-birinə bağlayıb. Çünki tabesizlik bağlayıcıları tabesiz mürəkkəb cümlələri bir-birinə bağlayır, tabelilik bağlayıcıları isə tabeli mürəkkəb cümlələri bir-birinə bağlayır. Yəni ona görə də A doğru fikirdir. B-yə baxaq. Feillər müxtəlif zamanlarda və müxtəlif şəkillərdə işlənmişdir. Deməli, burada feillərimizi seçək. Demirəm, ikinci demirəm var, o heç qalıbdır var. Nə səndə məhəbbət qara pul deyil, nə mən dilənçiyəm, əl açım. Görürsünüz ki, burada 3 dənə feilimiz var. Baxaq görək necədir. Müxtəlif zamanlarda deyir. Demirəm, indiki zamandır. Qalıbdır, keçmiş zamandır. Və müxtəlif şəkillərdə işlənib deyir. Demirəmlə qalıbdır, zaman olduğuna görə xəbər şəkli olacaq, əl açım da olacaq, əmr şəkli. Yəni, belə doğrudur. Başqa kontekstdə əvəzliklər ismin bütün xüsusiyyətlərini qəbul edə bilmir. Əvəzliklərimiz burada hansıdır? Sən var, burada bir əvəzliyim var. Sən uca bir dağsan əyil, demirəm qalıbdır, əl acım sənə, yenidən yəni eyni şeydir. Nə səndə yenə də şəxsdir, mən. Ancaq deməli burada şəxs əvəzlikləri işlənib və ismin bütün xüsusiyyətlərini qəbul edə bilmir deyir. İsmin hansı xüsusiyyətləri var? İsim neynir? Mənsubətə görə dəyişə bilir, cəmlənə bilir, hallana bilir. Yadda saxlayaq ki, İsmin, daha doğrusu şəxs əvəzlikləri heç bir zaman mənsubə şəkilsi qəbul edə bilmir. Yəni, bu doğrudur. Yəni, ismin bütün xüsusiyyətlərini qəbul edə bilmir. Hallana bilər, ancaq mənsubətə görə dəyişə bilməz. Amonimliyi olan sifət və sual əvəzliyi eyni misrada işlənmişdir. Ümumiyyətlə, burada sual əvəzliyi varmı? Biz ona baxaq. Burada sadəcə olaraq, mən bayaq da qeyd etdiyim kimi, burada sadəcə olaraq şəxs əvəzliyi var. Yəni, burada sual əvəzliyi yoxdur. Ona görə də D variantı yanlışdır. Y-yə baxaq. Əvəzliklər ismin müxtəlif hallarında işlənmişdir. Bəli, sən adlıq haldadır, sənə yönlük haldadır. Səndə yerlik haldadır. Ona görə Y də doğrudur. Cavabımız olacaq D variantı. 13. Uyğunluğu müəyyən edin. 2 leksik bir qrammatik şəkilçisi var, 1 leksik bir qrammatik şəkilçisi var, yalnız 1 leksik şəkilçisi var, qrammatik şəkilçisi yoxdur. Deməli, başlayım sözündə sözün kökü olacaq baş, daha sonra başlayım. Deməli, bir leksik, bir qrammatik. Bu hansına gedəcək? Deməli, 2-yə gedəcək. 2 də olacaq A variantı. B-yə baxaq. Dayaq. Dayaq sözü yadda saxlayın ki, kökü dayamaq feilidir. Yəni, daya sözün kökü, qıda leksik. Deməli, yalnız bir leksik şəkilçisi var, qrammatik şəkilçisi yoxdur. 3-ə də gedəcək B variantı. Sonra məktublaşdı. Məktublaşdı olacaq deməli, sözün kökü məktublaşdı. Yəni, bir leksik, bir qrammatik. Bu olacaq hansına? 2-yə gedəcək. Deməli, 2-də həm A olacaq, həm C olacaq. Bu cəhətdən hansı varianta baxacağıq? Biz deməli, A və C deyil, D deyil, ya B-dir, ya da Y-dir. Qızartı. Qızartı sözünün kökü olacaq qızartı. Yəni, bir leksik var sadəcə olaraq burada. Deməli, 3-ə də gedəcək D. Bu cəhətdən artıq bizim cavabımız ortaya çıxır Y variantı. Dondurucudan da deməli olacaq don. Sözün kökü dondur, ucudan. Yəni, 2 leksik, bir qrammatik. O da olacaq artıq 1-də. Yəni, cavabımız Y. 14. Danışan ifadə etdiyi fikrə münasibətinə görə modal sözlərin işlənmə arıcılığını müəyyən edin. Bütün bunlar sanki dilə gəlib onunla danışır. Sanki bənzətmə müqayisə, yəni 4 ilə başlayacağıq. Yadda saxlayın ki, yəni təkrar üçün deyirəm ki, sanki, güya, elə bil ara sözlərində və eyni zamanda modal sözlərində vergüldən istifadə olunmur. 2-yə baxaq. Xülasə, onlar gərək gəlirlər iclasa. Burada xülasə var, nəticə bildirən. Yəni,
4, 3 artıq cavabımız çıxır. D variantı. Bəlkə qoyunların qızdırmasına bir dava deyə, bəlkə deməli güman, şübhə. 2. Mən bu layihəyə baxanda doğrudan heyrət etdim. Doğrudan da olacaq yəqinlik, yəni təsdiq və yaxud da yəqinlik. 15. Vaxtilə bazar qapısı ağzında onun kiçik bir dükanı vardı. Cümləsindəki cümlə üzvlərlə bağlı yanlış fikri müəyyənləşdirin. Görürsünüz ki, sizdən cümlə üzvləri deyir, xəbər deyir, zərflikdir və s. Artıq burada biz təhlil etməliyik. Vardı xəbər, nə vardı? Onun kiçik bir dükanı. Deməli, olacaq mübtəda. Harda? Bazar qapısı ağzında zərflik. Nə zaman? Vaxtı ilə. Bu da ikinci bir zərfliyimiz. Söz birləşməsi ilə ifadə olunan cümlə üzvləri var. Görürsünüz ki, cümlə üzvləri var. Yəni, artıq burada ən azı 2 dənə olmalıdır. Bəli, düz deyir. Onun kiçik bir dükanı olacaq. Söz birləşməsinə ifadə olunmuş mübtəda. Bazar qapısı ağzında bu da olacaq. Söz birləşməsinə ifadə olunmuş zərflik. Ona görə də A doğrudur. B yanlış olacaq. Çünki burada bir dənə zərflik yox, 2 dənə zərflik var ayrı-ayrı. Biz davam edək. İsmi xəbər suala cavab vermir. Bəli. Ümumiyyətlə var, yox, lazım, bəs, gərək və s. bu tipli sözlər söz xəbər adlanır və bunlar suala cavab vermir. Ona görə də C doğrudur. Zərfliyin 2 məna növündən istifadə olunmuşdur. Bəli, bir yer zərfi var burada, zərfliyi var, bazar qapısı ağzında. Bir də vaxtı ilə zaman, yəni zaman var və yer var. D doğrudur. Baş üzvlərin hər ikisi iştirak edir. Bəli, həm mübtəda var, həm xəbər var. Ona görə cavabımız olacaq burada B variantı. 16. Həmcins üzvləri söz birləşməsi ilə ifadə olunan cümlələri müəyyən edin. Xanlar xanı bu gözəl və iki doğlanın heyran süzdükdən sonra dilləndi. Burada deməli həmcins üzvlərimiz hansılardır? Bu gözəl və iki doğulan, yəni gözəl oğlanı və iki doğulan. Ancaq burada söz birləşməsi deyil, sadəcə olaraq sözlə ifadə olunub. Ona görə də biri götürməyəcəyik. Bu cəhətdən A və C gedir. İri buynuzlu qumral ana maral astanda dayanmışdı. Bəli, burada bizim həmcins üzvümüz iri buynuzlu qumral. Budur, ancaq bunlar da söz birləşməsi deyil. Sadəcə olaraq nitq hissəsinə ifadə olunub. Ona görə 2 də olmayacaq. B-ni də çıxardıram. Bulaq suyunun və şəfalı otların ağır xəstəlikləri sağaltması xəbəri tezliklə bütün obaya deməli yayıldı. Nə etdi, yayıldı, nə yayıldı? Bulaq suyunun və şəfalı otların ağır xəstəlikləri sağaltması. Görürsünüz ki, bütövlükdə, baxmayaraq ki, burada bizi çaşdırır ki, sanki burada həmcins söz var, ancaq burada belə təhlil olunmur. Yəni, bulaq suyunun və şəfalı otların ağır xəstəlikləri sağaltması. Görürsünüz ki, bulaq suyunun sağaltması. Yəni, bütövlükdə bu mübtəda kimi sayılır. Yəni, bu ismi birləşmə olduğuna görə biz bunu bütöv götürəcəyik. Ona görə burada həmcins söz yoxdur. 3-ü götürmürük. Deməli, cavabımız olacaq bizim burada Y variantı. Biz davam edək. Bulağın suyunu içən, şəfalı bitkilərdən istifadə edən xəstələr tezliklə sağalır. Nə edir? Sağalır. Kim? Xəstələr. Hansı xəstələr? Şəfalı bitkilərdən istifadə edən, bulağın suyunu içən. Görürsünüz ki, feili sifət tərkibi, yəni feili birləşmə ilə ifadə olunan həmcins təyinlər var burada. 4-ü götürürük. 5-ə baxaq. Ağaclar çiçək açanda və çöllər yaşıl otlarla örtüləndə biz təbiətin sehirli nəğməsinə dalardıq. Nə edərdik? Dalardıq. Kim? Biz. Nə zaman dalardıq? Ağaclar çiçək açanda, zaman zərfliyi, çöllər yaşlı otlarla örtüləndə. Görürsünüz ki, feili bağlama tərkibi, yəni feili birləşmə ilə ifadə olunmuş, deməli, həmcins zaman zərflərimiz var burada bizim. Ona görə də cavabımız olacaq burada 4 və 5. 17. Cədvələ uyğun fikirləri müəyyən edin. Əlavə cümlənin baş üzvünə aiddir, yəni ya mübtədaya ya xəbərə aid olacaq. Əlavə cümlənin ikinci dərəcə üzvünə aiddir, yəni təyin tamamlı zərflərdən birinə aid olacaq. Ədəbiyyatımızda ilk poema müəllifinin Xaqani Şirvaninin nəsr əsəri də var idi. Gəlin baxaq, burada bizim əlavəmiz hansı olur? Xaqani Şirvaninin. Əlavəni düzgün tapdığımızı yoxlamaqdan ötürü bunu çıxardaq ki, görə həqiqətən düz tapmışıqmı? Ədəbiyyatımızda ilk poema müəllifinin nəsr əsəri də var idi. Görürsünüz ki, düzgündür. Deməli, indi baxaq görə bu nəyin əlavəsi olur? Deməli, ədəbiyyatımızda ilk poema müəllifinin nəsr əsəri. Görürsünüz ki, burada müəllifin nəsr əsəridir burada. Əslində bizim söz birləşməmiz budur. Və buradakı Xaqani Şirvani əlavəsi müəllifin tərəfinin əlavəsidir sadəcə olaraq. Yəni, bu nə sayılır? Bu artıq hər hansısa bir cümlə üzvünün əlavəsi sayılmır. Bu, söz birləşməsinin aslı tərəfinin əlavəsi sayılır. Yəni, bir daha deyirəm, müəllifin nəsr əsəridir də bu. Yəni, buradakı Xaqani Şirvani müəllif tərəfinin əlavəsidir. Yəni, ona görə də bu, hər hansı bir cümlə üzvü sayılmır. Buna biz deyəcək ki, söz birləşməsinin aslı tərəfinin əlavəsi. Ona görə bir yanlışdır. 2-yə baxaq. Uzaqda yaşasaq da ürəyimiz burada, vətəndədir. Bəli. Burada görürsünüz ki, ürəyimiz buradadır, yəni vətəndədir. Yəni xəbərin əlavəsidir bu. Yəni bu zərflik deyil. Çünki burada sadəcə olaraq buradan yanında dır ixtisar olunub. Yəni bu əslində xəbərdir. Buradadır, vətəndədir. Yəni 2-ni götürəcəyik.
O cəhətdən C-ndə çıxıram. 3-ə baxaq. Axundzadənin povesti Aldanmış Kəvakib əsəri ədəbiyyatımızda realist nəsrinin inkişafında yeni bir səhifə açmışdır. Deməli, burada bizim əlavəmiz Aldanmış Kəvakib əsəridir. 10 cümlədən çıxarsaq, Axundzadənin povesti ədəbiyyatımızda realist nəsrin inkişafında yeni bir səhifə açmışdır. Görürsünüz ki, əlavəmi mən düz tapmışam. İndi baxaq, nə ədəbiyyatımızda yeni bir səhifə açıb? Axundzadənin povesti, yəni Aldanmış Kəvakib, yəni mübtədanın əlavəsidir bu. 2, 3, yəni cavabımız olacaq A variantı. Davam edək. Əlavə cümlənin ikinci dərəcəli üzvünə aiddir. Cəbrayıl, Füzuli, Ağdamı işğaldan azad olunmuş rayonlarımızı yenidən inşa edirdilər. Baxırıq ki, burada haranı, Cəbrayılı, Füzulini, Ağdamı, ancaq burada bu əlavə deyil, bu həmcins üzvlərdir. Ona görə də 4-ü götürməyəcəyik. 5-ə baxaq. Rayonumuzun mərkəzində, Nizami Gəncəvi meydanında yeni kitabxana açıldı. Bəli, burada əlavəmiz olacaq Nizami Gəncəvi meydanında. Yəni, rayonumuzun mərkəzində yeni kitabxana açıldı. Harada? Rayonumuzun mərkəzində, yəni Nizami Gəncəvi meydanında. Deməli, bu olacaq artıq yer zərfliyinin əlavəsi. Yəni, 2, 3, 5. 6-ya da baxsaq, o paytaxtda Bakıya gələndə gənc yaşlarındaydı. Deməli, burada bizim əlavəmiz olacaq Bakıya. Baxaq, görək düzünü tapmışıq. O paytaxta gələndə gənc yaşlarındaydı. Görürsünüz ki, bəli, düz tapmışam. Cümləyə baxsam, o paytaxta gələndə. Görürsünüz ki, paytaxta gələndə artıq feili bağlama tərkibidir. Yəni, buradakı Bakı paytaxtın əlavəsidir. Yəni, bu feili bağlama tərkibinin aslı tərəfinin əlavəsidir bu. Yəni, feili birləşmənin aslı tərəfinin əlavəsidir. Yəni, bu hər hansı bir cümlə üzvü sayılmır. Ona görə də götürməyəcəyik. Cavabımız olacaq 2, 3, 5. 8. Yalnız qrammatik normanın pozulduğu nümunəni müəyyən edin. Nərgiz evə gələn qonaqlara çay tökdü. Çay tökdü yox, çay süzdü olar. Yəni, bu leksik norma var burada. Qəssab əti xırda-xırda parçalayırdı. Yəni, parçalayırdı yox, doğrayırdı. Yəni, leksik norma var. Heyran xanım klassik şeir janrlarında əsərlər yazmışdır. Burada heç bir şey yoxdur. Uşaqların hər biri yarışda qalib olmaq istəyirdilər. Bəli. Uşaqların hər biri, görürsünüz ki, burada hər biri, yəni uşaqların hər biri, biz belə olanda, biz burada hər biri tərəfinə baxacağıq. Yəni, ikinci tərəfə baxacağıq, yəni əsas tərəfə baxacağıq. Görürəm ki, hər biri təkdir. Ona görə də xəbərimiz istəyirdilər yox, istəyirdi şəklində olmalıydı. Əgər hər biri olmasaydı, uşaqlar olsaydı, bəli, onda istəyirdilər olacaqdı. Ancaq belə şəkildə olanda artıq bu qrammatik normanın pozuntusu kimi gedir, D-ni götürəcəyik. Yəni, maşının sürəti hamını heyran etmişdi. Burada yəni bir səhvlik kimi görünmür, amma maşının sürəti hamını heyran qoymuşdur şəklində demək olar. Yəni burada elə bir ciddi səhv yoxdur. Ona görə də D variantı. Yəni Y variantında səhv olsa da belə o leksik norma olacaq. Ona görə cavab D. 19. Cümlələrə əsasən Eyler-Venn diaqramındakı doğru fikirləri müəyyən edin. Deməli, qəbristanlıq yüksəkdə, şəhər aşağıdadır. Qulaqları səsdə, nəzərləri ətrafda, barmağı silahın tətiyində idi. Baxaq, tərkib hissələri intonasiya ilə bağlanıb. Baxaq görək ümumiyyətlə burada nə var, nə yox. Qəbristanlıq yüksəkdə, şəhər aşağıdadır. Görürük ki, burada qəbristanlıq yüksəkdədir, şəhər aşağıdadır. Yəni burada xəbərimiz var bizim 2 dənə. Sadəcə olaraq birincidə ixtisar olunub. Yəni yüksəkdədir, hardadır? Nə qəbristanlıq, aşağıdadır, haradadır, nə şəhər. 2 dənə ayrı mübtəda xəbərim var və baxıram ki, bəli, tərkibində heç bir şey yoxdur. Yəni intonasiyaya bağlanmış kimi sayırıq. Amma ikinci cümlədə baxın, bəlkə bu ortaya getməli idi. Qulaqları səsdə, nəzərləri ətrafda, barmağı silahın tətiyində idi. Mən görürəm ki, burada heç bir bağlayıcıdan istifadə olunmayıb. Deməli, bu da intonasiya ilə bağlanıb. Bir baxaq, həm də içində təhlil etsək. Qulaqları səsdə idi, yenə də burada da xəbərimizdə hissəcik ixtisar olunub. Səsdə idi nə? Qulaqları. Nəzərləri ətrafda idi. Ətrafda idi nə? Nəzərləri. Silahın tətiyində idi nə? Barmağı. Görürəm ki, burada da eyni ilə belədir. Deməli, bir əslində ortaya getməli idi. Ona görə də C, Y və D gedir. 2-yə baxaq. Tərkib hissələri müəyyən şəxsidir. Yəni, mübtədası var. Ya da bərpa edə bilərik. Görürəm ki, qəbristanlıq və şəhər hər ikisinin mübtədası var. Ancaq bu da ortaya getməli idi. Çünki burada da hamısının mübtədası və xəbər var. Ona görə də 2 yanlışdır. Deməli, B də gedirsə cavabımız artıq olur A variantı. Biz baxaq, bərabər hüquqlu cümlələr əsasında yaranmışdır. Bərabər hüquqlu cümlələr deyəndə, yəni tabesiz mürəkkəb cümlədir bu. Bəli, düz deyir. Çünki burada cümlələr arasında heç bir asılılıq yoxdur. Yəni, tabesiz mürəkkəb cümlədir. 3-ü götürürəm. 4-ə baxaq. Hadisələr eyni zamanda baş verir. Qulaqları səsdə, nəzərləri ətrafda, barmağı silahın tətiyində idi. Bəli, bunların hamısı eyni anda baş verən bir hadisələrdir. Digər cümləyə də baxaq görək, bu ortaya gedir, yoxsa yox. Qəbristanlıq yüksəkdə, şəhər aşağıdadır. Xeyr. Bu artıq qarşılaşdırma mənalı gəldi. Yəni, bir fikir digərlə qarşılaşdırılır. Yəni, qəbristanlıq yüksəkdə, amma şəhər aşağıdadır. Ona görə də 4-ün ortaya getməsinə ehtiyac yoxdur. 3 və 4, bəli, 5-dəki, bəli, dediyim kimi 5 o birisinə getməlidir. Yəni, birinci tərəfə getməlidir. Ona görə də götürməyəcəyik. 20-ci sual. Tələffüzü və yazılışı arasındakı fərqli məqamların sayına görə sözlərin uyğunluğunu müəyyən edin. Deməli,
Tələffüzü və yazılışı arasında 2 fərqli məqam olsun, bir də 3 fərqli məqam olsun. Memorandum, memorandum olur, memorandum. Yəni burada bir dənə fərqli məqam var. Ona görə də A heç birinə getməyəcək. O cəhətdən A variantı gedir, B variantı gedir və C variantı gedir. Şəxsi qərəzlik, bəli. Bu necə tələffüz olunur? Şəxsi qərəzlik kimi. Yəni burada 2 dənə fərqlənmə var. Yəni ona görə də B gedəcək 1-ə. Detektiv, detektiv kimi. Yəni burada TD-yə keçəcək. Yəni bu ikinci TD-yə keçəcək. Yəni burada bir dənə fərqli məqam var. Ona görə C-də heç birinə getmir. Deməli D-ndə çıxıram. Deməli cavabımız olacaq Y variantı. Səlahiyyətsizlik. Deməli burada Y-nın biri düşəcək. Sizdik, deməli bir Y düşür, daha sonra likdəki dik kimi olur. Yəni 3 dənə olacaq burada. Bir dənə də burada A hərfi uzanır, amma o zaman biz fərq kimi saymayacağıq. Deməli bu da gedəcək 3 fərqli olana. Yəni 2-yə. 2-yə gedəcək D və bir də Y olacaq. Diqqətsizlikdən, deməli dik K, Q'nın biri K olacaq. Diqqətsizlikdən, yenidən burada 2 dənə də burada olur. Ona görə toplamda 3 dənə fərqlənmə var. Yəni 1-ə B, 2-yə D və Y. Yəni Y variantı. 21. Nümunədə işlənmiş təsriflənməyən feillə bağlı yanlış fikirləri müəyyənləşdirin. Deməli, burada bizim təsriflənməyən feilimiz hansıdır? Bu dəniz səfəri onu ovçuluq peşəsinə alışdırmaq üçün düşünülmüşdü. Bəli, burada təsriflənməyən feilimiz, yəni burada bir dənə məsləhətimiz var. Baxaq görək. Məqsəd zərfliyinin ifadə vasitəsidir. Gəlin cümləni təhlil edək. Nə edilmişdi, düşünülmüşdü? Nə? Dəniz səfəri. Nə üçün düşünülüb? Onu ovçuluq peşəsinə alışdırmaq üçün. Hansı dəniz səfəri? Bu da olsun təyin. Deməli, burada onu ovçuluq peşəsinə alışdırmaq üçün. Deməli, bu bizim məqsəd zərfliyimizdir, bəli. Ancaq burada bir şeyə fikir verin. Məqsəd zərfliyinin ifadə vasitəsi, o deməkdir ki, ifadə vasitəsi, yəni bununla ifadə olunub. Yəni, təsviflənməyən feil məqsəd zərfliyi kimi ifadə olunub. Bu yanlışdır. Nəyə görə yanlışdır? Çünki burada bütövlükdə məsdər tərkibi məqsəd zərfliyi ilə ifadə olunub. Ancaq bu bizə deyir ki, sadəcə təsviflənməyən feillə bağlı doğru fikir seçin. Yəni burada sadəcə təsviflənməyən feil məqsəd zərfliyi olmayıb. Burada ümumilikdə birləşmə məqsəd zərfliyi ilə ifadə olunub. Ona görə də bu yanlış olacaq. Yəni bu bizə o lazımdır ki, sırf təsviflənməyən feillə bağlı doğru fikir. Yəni burada təsviflənməyən feil, yəni alışdırmaq, məqsəd zərfliyi olmayıb. Bütövlükdə olub. Amma bu isə bizə sırf təsviflənməyən feillə bağlı olan fikri istəyir. Ona görə də bu yanlış olacaq. Biri götürürəm. Qarşılıq növdədir. Alışdırma xeyr, qarşılıq növ deyil. Çünki burada sözün kökü ilə alışdı, dır leksik, maqda qrammatik. Yəni burada qarşılıq növün şəkilçisi yoxdur ümumiyyətlə. 1, 2. Məlum növdədir. Bəli, bu doğrudur. Qurluq düzəltmədir. Bəli, doğrudur. Dır var orada. Məlum növdə olan keçmiş zamandakı feili izah edir. Deməli, alışdırmaq üçün düşünülüb. Deməli, düşünülmüşdü, dəniz səfəri düşünülüb. Yəni, bu məlum növ deyil, bu məchul növ olacaq. Düşünül var orada. Ona görə də 5-də yanlışdır. 1, 2, 5 cavabımız olacaq A variantı. Altdakı qoşma ilə işlənib, bəli, bu doğrudur. 3-üm var burada. Ona görə də o da doğrudur. Cavabımız olacaq 1, 2, 5, yəni A variantı. Aha, 22. Hansı cümlədə qoşma işlənmişdir? O imtahanlara həvəslə hazırlaşırdı. Buradakı lə qoşma deyil. Buradakı lalə zərf düzəldən leksik şəkilçidir. Yəni, imtahanlara həvəslə hazırlaşır. Necə hazırlaşır? Ona görə A deyil. Qazan köpüklü südlə doldu. Bəli. Qazan köpüklü süd ilə doldu. Yəni, nə ilə doldu? Ona görə cavabımız olacaq B variantı. Epitetlə təşbih bədii təsir vasitələrindəndir. Epitet və təşbih bu olacaq bağlayıcı. Səyyahlar dəfələrlə ağır sınaqdan keçdilər. Dəfələrlə buradan, dəfə sözün kökü larca bütövlükdə şəkilçidir. Yəni, bu qoşma kimi deyil. Miqdar zərfi olacaq. Anarla qardaşı meşədə azdılar. Deməli, anar və qardaşı meşədə azdılar. Yəni də bu bağlayıcı olacaq. 23. Şəkli yazıya adılan nümunələri müəyyənləşdirin. Şəkli yazı nədir? Yəni, bir şeyin şəklini görürük və birbaşa onun haqda düşünürük. Yəni, əlavə bir şey fikirləşməyə ehtiyac yoxdur. Yəni, şəkil nədirsə, ifadə etdiyi mənadan eyni üst-üzə düşəcək. Toy dəvətnaməsinin üzərindəki qoşa üzük şəkli. Yəni, burada dəvətnamənin üzərindəki qoşa üzük. Bu, artıq mən düşünürəm ki, bu dəvətnamə varsa, üzük varsa, deməli, bu artıq toy ilə bağlı olan bir dəvətnamədir. Yəni, artıq mən burada düşünürəm, fikirləşdirəm. Yəni, bu fikir yazıdır. Həm də ki, şəkli yaz dediyim kimi birbaşa şəkillə məna arasında birbaşa əlaqə olur. Ona görə də bu fikir olacaq. Mebel mağazasının şüşələrinə vurulmuş mebel şəkli. Bəli. Biz burada, yəni mağazanın üzərində mebelin şəklini görürük və birbaşa içəri keçəndə mebelin özünü tapırıq. Yəni bu artıq şəkli olacaq. Yəni şəkildə olan şey birbaşa özünü tapırıqsa, bu olacaq şəkli yazı. Yəni ikini götürürük. Çörək dükanının qabağında çörək şəkli bu da eyni ilə. Ümumiyyətlə dükan gördünüz, mağaza gördünüz, bu artıq olur şəkli yazım. Yəni mən çörək dükanının qabağında çörəyin şəklini görürəm, içəri keçirəm və çörəyin özündə tapıram orada.
3-ü götürəcəm. Maşınlardakı dönmə işıqları. Artıq bu dönmə işığına mən düşünürəm. Baxır bilirəm ki, burada artıq bu işıq varsa bu dönməliyəm. Artıq bu olacaq fikri yazdım. Elektrik şəbəkəsinin üstündən vurulan kəllə və qığılcım şəkli. Artıq bu fikri yazdı. Çünki mən bunu düşünürəm ki, burada olmaz buraya əl vurmaq. 24. Nümunədə nömrələnmiş hansı sözlər arasında tabesli əlaqəsi var? Tabesli əlaqəsi nəyin arasında olurdu? Bir daha xatırlayaq. Həmcins üzvlərin arasında olur. Bir də tabesiz mürəkkəb cümlə arasında olur. Və burada deyir ki, hansı sözlər arasında? Deməli, burada mən həmcins üzv axtarmalıyam əslində. Ya da ki, tərkibində bağlayıcı olan sözlərə baxacağım. Ağlımla qəlbimin özgə yolu var. Görürəm ki, burada ağlım və qəlbimin. Görürsünüz ki, ağlım və qəlbim. Artıq burada və birləşdirmə bağlaçdan da istifadə olunub və burada bu sözlər arasında tabesli əlaqəsi var. Başqa yerdə də baxıram ki, ağlımla qəlbimin özgə yolu var. Hər biri bir yolda puç edər məni. Bəli, burada artıq heç bir şey yoxdur. 25. Klasterə uyğun olmayan fikirləri müəyyən edin. Uyğun olmayan. Yəni biz burada yanlış fikri seçəcəyik. Amma biz bu hissəni oxumalıyıq. Əgər burada düz yazılıbsa, biz səhvləri seçəcəyik. Əgər səhv yazılıbsa, düzləri seçəcəyik. Çünki uyğun olmayan deyir. Terminoloji ağırlıq səciyyəvidir. Yəni bu düz fikirdir. Çünki elmi üslubda terminologiya üstünlük təşkil eləyir. Deməli biz burada səhv fikirlər seçəcəyik. Statlardan, epiqraflardan geniş istifadə olunur. Bu olacaq bədii üsluba aid olan xüsusiyyət. Ona görə bunu götürəcəyik. Mücərrəd obrazlığa yol verilə bilər. Obrazlıq, yəni emosionallıq, obrazlıq, məcazilik, məcazlar bu bədii üslubda istifadə olunur. Yəni elmi üslubda istifadə olunmur. Ona görə də 1 ilə 2 elmi üsluba aid olmayan xüsusiyyətlər olduğuna görə götürürəm. 3-ə baxsaq, şərh etmək, izah etmək, nəticə çıxarmaq bu bəli olacaq. Elmi üsluba aid olan xüsusiyyət götürməyəcəyik bunu. Mürəkkəb cümlə tiplərindən, ara sözlərdən çox istifadə olunur. Bu da elmi üsluba aiddir. Sxemlərdən, düsturlardan istifadə xarakterlikdir. Bəli, bu da olacaq elmi üsluba aid olan xüsusiyyət. Yəni cavabımız olacaq 1 və 2. 26. Qrammatik cəhətdən cümlə üzvlərlə bağlı olmayan ifadələrin işləndiyi nümunələri müəyyənləşdirin. Qrammatik cəhətdən cümlə üzvlərlə bağlı olmayan ifadələr dedikdə biz ara sözləri və xitabları nəzərə tuturuq. Baxaq indi, kaş ki düşməyəydim bu saraylara, yanıldım doğrusu, uyub aldandım. Bəli, doğrusu var burada olacaq modal söz, yəni daha çox ara söz, biri götürəcəyik. Yan, tərlanların yaşıl yuvası. Bəli, tərlanların yaşıl yuvası burada olacaq xitab, yəni müraciət edir ona. Burada da var. 3-ə baxaq, deyirlər, siz təzə məktəb açdırırsınız. Burada heç nə yoxdur, götürmürəm. Axı milyonlarla körpəli qocalı ailə hara qaçsın? Burada ümumiyyətlə müraciət var, nə ara söz var, heç nə. 5-ə baxaq, yox, unutma, xatirələr yazıqdır, sevməsən də unutma. Burada ümumiyyətlə nə ara söz var, nə deməli, xitab var, ona görə də götürmürük. 27-ci sual, sadə cümlənin şəxsə görə növləri üzrə uyğunluğu müəyyən edin. Deməli, qeyri-müəyyən şəxssiz və ümumi şəxsli, daha doğrusu müəyyən şəxsli cümlə bizə lazımdır. Baxaq, yeməyənin payını yeyərlər. Görürəm ki, burada larlərlə bitib cümləmiz təhlil edək. Nə edərlər, yeyərlər, nəyi, yeməyənin payını. Deməli, burada mübtədamız yoxdur. Yəni, larlərlə bitib mübtəda da yoxdur. Ya ümumi olacaq, ya qeyri-müəyyən olacaq. Ancaq bu ümumi olacaq, çünki burada fikir hər kəsə aiddir. Ona görə də A heç birinə getməyəcək. B-yə baxaq, qarı düşmən dost olmaz. Nə etməz? Dost olmaz. Kim? Düşmən. Mübtədamız var, artıq bu olacaq müəyyən şəxsdir. Yəni 3-də olacaq A variantı. Məhəllədə gedən işlərə diqqət yetirilirdi. Nə edilirdi? Diqqət yetirilirdi. Nəyə? İşlərə tamamlıq, hansı işlərə məhəllədə? Görürəm ki, bu cümləmizin mübtədası yoxdur. Mübtədanı bərpa etmək də mümkün deyil. Yəni bu olacaq artıq şəxssiz. Yəni C gedəcək 2-yə. D-yə baxaq. Müəssisəmizin qarşısındakı yolu yenidən təmir etdilər. Bəli, xəbərimiz larlərlə qutarıb burada. Nə etdilər? Təmir etdilər. Kim? Baxıram ki, yoxdur mübtədamız. Yəni onlar, amma biz bunu bərpa etməyəcəyik və burada da fikir hər kəsə yox, bir qrup adama aid olduğuna görə biz artıq bunu qeyri-müəyyən şəxsə götürəcəyik. Yəni biri də gedəcək D variantı. Yəni 1-ə D, 2-yə C, 3-ə A. Y-yə də baxsaq, çarvadara yol göstərməzlər. Burada da yenə də xəbərimiz larlərlə qutarıb, mübtədamız yoxdur və fikir hər kəsə aid edilmiş bir fikirdir. Yəni məsəl kimi atalar sözü mənasındadır. Bu artıq olacaq ümumi şəxsdir. Yəni heç birinə getməyəcək. Baxaq mətnimizə, situasiya suallarımıza. Mətni oxumayacağam. Mətni oxumaq istəyən varsa videonu dayandırıb oxuya bilər. Yəni 28-də ikinci abzasda üzərində rəqəm yazılmış sözləri əvəz edə bilən nümunələri yazın. Deməli, ikinci abzasda bizim üzərində rəqəm yazılmış bir əxz olunduğudur, bir də dini ayinlərdir. Gəlin oxuyaq görək burada nə istəyir bizdən. Deməli, Dexudanın Lüğətnamə kitabında 10-cu 9-cu əsrlərdə Muğlar tərəfindən ifa olunan muğamın Şumer mədəniyyətindən əxz olunduğu yazılır. Yəni əxz olunmaq o deməkdir ki, yəni bir yerdən bəhrələnmək, bir yerdən götürülmək. Yəni orada yaza bilərsiniz ki, bəhrələndiyi, götürüldüyü, istinad edildiyi, belə yaza bilərsiniz. İkinci cümləmiz isə müəllif iddia edir ki, qədimdə dini ayinlər musiqi ritminə ifa olunub, zaman keçdikcə bu inkişaf edərək indiki muğam səviyyəsinə çatıb. Dini ayinlər, dini rituallar, dini ibadətlər, dini mərasimlər və s. belə yaza bilərsiniz. 29.
Mətn əsasında cədvəli tamamlayın. Deməli, nə deyir bizə? Azərbaycan Respublikasında muğam sənətinin inkişafına daim diqqət göstərib. Yəni, sırf bizim ölkəmizdən gedir söhbət burada. Bu da mətnin son hissələrində var ki, yəni bizdə xüsusi diqqət göstərilmə harda var? Baxaq, muğam Azərbaycanda da inkişaf etmişdir. Qarabağ, bəli. Yaza bilərsiniz ki, burada Arif Babayev 90-cı ildə tarix dikti və muğam professoru adını alıb, olar bunu yazmaq. Daha sonra 99-cu ildə Azərbaycanın muğam ustası Alim Qasımov UNESCO-nun Beynəlxalq Musiqi Şurasının birinci mükafatını qazanıb, bunu yazmaq olar. Sonra, baxın, 2005-ci ildə Azərbaycanda keçirilən televiziya muğam müsabiqələrinin geniş tamaşaçı törəsi maraqla baxmış, bunu yazmaq olar və s. Yəni, bu tipli şeylər yaza bilərsiniz. Yəni, sırf Azərbaycanda muğamda nələrdən danışıbsa, onları yaza bilərsiniz. 30-cu sual. Mətni isnad etməklə həm qədimdə, həm də indiki dövrdə muğam insanların mənəvi, mədəni ehtiyacı olmuşdur fikrini əsaslandırın. Deməli, biz həm qədimə baxacağıq, həm də indiki dövrə baxacağıq. Qədimə baxaq görək. Deyir ki, burada Lüğətnamə kitabında buralar heç tarixçi İlya Məhərrəmin iddiasına görə muğam sözünün kökü muğ sözündən götürülüb. Müəllif iddia edir ki, qədimdə dini ayinlər, bəli, bunu yaza bilərsiniz. Yəni, qədimdə necə olub? Dini ayinlər, yəni dini ibadətlər musiqi ilə, ritmlə ifa olunub. Zaman keçdikcə bu inkişaf edərək indiki muğam səviyyəsinə çatıb. Yəni, bunlar yaza bilərsiniz ki, yəni insanlar dini ayinlərini bu şəkildə deməli həyata keçirirdi. Müasir dövrdə də yazmaq olar ki, bu gün muğamın təbliği ona olan marağı artırır. Bunu yaza bilərsiniz və gənc nəslin muğama münasibəti yaşlığa doğru dəyişir. Məsələn, bunlar yaza bilərsiniz ki, artıq sevməyə başlayıblar. Bəli. Bu videoluk bu qədər. Videonu bura qədər izlədiyiniz üçün çox sağ olun. Videonu bəyəndinizsə dostlarınızla paylaşmaq və bəyənməyi unutmayın. Sağ olun.